Deməli, Word proqramında bu praktik çalışma izahını verirəm. Bunun üçün ilk növbədə dizayn tabına daxil oluruq. Buradan Pageboard desəmində və buradan Art bölməsində dondurma şəklini seçirik. O qeyd edilməsi vursa, həmin şəkil əks olunacaq. Bundan sonra gəlin bunları da hazırlayaq. Bunun üçün Insert tabına daxil olaq. Burada Illustrations Lent qrupunda Shapes əmrinə daxil oluruq və üçbucaq çəkirik müəyyən bir ölçüdə və daha sonra burada Layout tabında Arrange adlı lent qrupunda Rotate adlı əmr var. Hansı ki, bunu biz nə edə bilərik? Fırlada bilərik. Flip Vertical elədik. Daha sonra bunu bir qədər bu fiquru aşağıya doğru yerləşdirək. Bundan sonra burada Shape Format adlı alət tabı var. Təbii ki, siz boşluğa vuranda normalda bunu görməyəcəksiniz. Yəni, fiqurun üstünə vuranda bu əks olunacaq. Buradan deməli Shape Styles adlı lent qrupuna daxil olun. Burada Shape Fill. Shape Fill nədir? İçinin rəngidir. Lakin içinə naxış formalı belə deyək, təsvir əlavə olunub. Biz buradan tekstura hissəsinə daxil olacağıq və buradan Mo tekstura hissəsinə vuracağıq. Əlavə bir panel açılacaq. Burada Pattern Fill var. Pattern Fill-a giririk və həmin naxışı tapmağa çalışırıq. Səhv etmirəmsə bu olmalıdır. Shingle adlı naxışdır və müvafiq rəngləri də tətbiq edirik. Təxmini belə deyək, video çox uzanması deyə, yəni mən təxmini bir rəng verirəm. Siz daha doğru rəngi tətbiq edərsiniz. Təxminən çox oxşadır və bundan sonra X düyməsini vurub bağlayıram. Bundan sonra Insert tabına daxil oluram. Buradan Shapes seçirəm və burada deməli Oval adlı bir fiqur var, yəni bunu seçirəm. Normalda biz bunu çəkəndə, yəni bu normalda elips çəkir, yəni oval formada elips çəkir. Lakin biz bunu Shift düyməsi ilə birgə icra edəsək, Shift düyməsini sıxsaq, görürsünüz dairə formasında çəkir. Çəkdik müəyyən bir ölçüdə, daha sonra bunu aparıb bura yerləşdiririk və daha sonra Ctrl Shift basaq, Ctrl Shift və mouse'un sol düyməsi ilə kənara doğru çəkək. Bir dənə də çəkdik, bir dənə də bu lakin ikisi seçildi, ona görə belə deyək, 2 dənə oldu, birini silək. Yəni birini seçib Ctrl Shift düyməsi ilə çəkmək lazımdır ki, yəni say 1 olsun. Ən sonuncu dəfə 2 dənə olduğu üçün 2 dənə oldu və bunları müvafiq olaraq yerləşdirək. Necə yerləşdirək? Görürsünüz ki, bu dairə bu fiqurun, yəni üçbucaq fiqurunun üstündədir. Biz nə edirik? Seçirik bunu. Burada Arrange adlı lent qrupunda Send Backward var. Buna icra eləyirik. Daha sonra bunu da seçək. Ctrl düyməsini basıb saxlayaq. Daha sonra digər obyekti də seçək və bunu da seçək. Yəni 3 dairənin üçünü də seçdik və Arrange lent qrupunda Send Backward edirik. Lakin fikir verirsiniz, ikisi oldu, biri olmadı. Gəlin bunu ayrıca seçək və bunu Send Backward eləyək. Amma görürsünüz ki, keçmir onun arxasına. Deməli, bunun daxilinə girib Send to Back eləməliyik ki, yəni hamısının arxasına keçsin. Bunu icra etdikdə oldu. Daha sonra müvafiq olaraq rəngləri də verəcəyik. İndi mən təbii ki, bu dairəni çəkəndə təxmini müəyyən bir ölçüdə verdim. Təbii ki, siz bunu baxa-baxa işləyərək daha doğru ölçüdə verəcəksiniz. Fikir verirsiniz, burada bu yaşıl, gəlin ilk növbədə rəngləri də tətbiq edək. Bizə daha yaxşı aydın olsun. Deməli, Shape Styles'da burada deməli Shape Fill-dan rəngləri seçək. Kənarlarını belə deyək, No Outline eləyək. No Outline eləyək ki, ağ rəng də vermək olar. Və bunu da seçək, deməli, sarı rəng verək. Bunu da No Outline eləyək ki, yəni konturları görsənməsin. Bunu da seçək, tünd göy verək.
və bunu da seçək, açıq göy verək. No outline eləyək. Bunu da seçək, no outline eləyək. Belə hazırdır və bundan sonra müvafiq olaraq yerləşdirək. Məsələn, bunların daxilindədir. Təxminən bu mövqedədir. Fikir verirsiniz, yaşıl dairə, sarı və göy, yəni tünd göy olan dairənin üstündədir. Bunun üçün nə edəcəyik? Buradan bring forward icra eləyəcəm. Bundan sonra bunların qabağına gələcək. Belə. İndi ola bilər ki, sizdə bu alınmaya bilər. Yəni vursaz, yəni görsəz ki, yenə də önə gəlməyib. Bu zaman bring to front edəcəksiniz. Və daha sonra silindir çəkmək lazımdır. Insert, bu silindrə bənzəyir, çünki bunun yuxarısında dairə var. Illustrations-a girəm, Shapes-a gəlirəm. Buradan bir silindir çəkmək lazımdır. Deməli, silindir. Burada baxaq görək harada yerləşir. Buradadır silindir adlı. Məsələn, çəkirəm bunu müəyyən bir ölçüdə. Çəkdikdən sonra bunu nə edirəm? Bir qədər döndərirəm. Döndərdikdən sonra təxminən biraz döndərməsi mailini biraz artıraq. Təxminən bu hissəyə doğru yerləşdirirəm. Sonda bunları seçib ən aşağı verəcəyik. Yerləşdirdikdə fikir verirsiniz, bunun üstündədir. Nə edirik? Arrange-dən send backward edirik və hətta bunu send to back eləyək ki, dairənin də arxasına düşsün. Və bundan sonra gəlin belə deyək, rahat olsun deyə bütün obyektləri seçək. Birini seçirik. Kontrol düyməsini basıb saxlayırıq. Digər obyektləri də seçək. Və hamısını seçdikdən sonra bir qədər mövqeyini aşağı eləyək. Etdikdən sonra rahat işləmək üçün bizə lazım idi. Boşluğa vurub çıxırıq və daha sonra Ctrl Shift mouse'un sol düyməsi ilə çəkirik. 2 dənə edirik. Nəyə görə bunu etdik? Bundan sonra bunun rəngini dəyişəcəyik. Deməli, bunun üzərinə gətirib qoyuram. Təbii ki, belə deyək. Ümumiyyətlə, belə deyək, adi, məsələn, bu hissədə problem yaranmasın deyənə biz, yəni düz buzağı çəkmədik də, yəni ikincisini kopyaladıq. Bunu kiçildək belə. Gəlin, bunun rəngi indidən tətbiq edək. Deməli, buradan Shape Wheel-dan təxminən bu rəngi verdik. Outline-ını bağlayaq, yəni konturları olmasın. Və bunu da gətirib bunun üzərinə qoyaq. Bir qədər də miqyası genişləndirib işləyək aşağıdan. Və bunu da bunun üzərinə yerləşdirək. Və daha sonra buradan da bir qədər böyüdək. Və bundan sonra görürsünüz, burada bu düzdür, amma bizdə küncləri dəyirmidir. Bunun üçün nə edəcəyik? Bunun üçün Insert Shapes-də Edit Shape-ə gəlirik. Edit Points-ə gəlirik. Bunları bir qədər aşağı doğru, yəni düzəlişlər də edə bilərsiniz. Lakin bunu bu formada etmək bir qədər bizim üçün əlverişli olmadı. Adətən belə deyək, rəngdə olan markerlə məsələn etdikdə bu məsələn müəyyən segmentləri etmək olur, dəyişiklikləri əlavə fayda üçün qeyd edirəm. Amma məsələn qara markerlərlə etdikdə bu bütöv formada davam edir. Biz bu halda nə edə bilərik? Gəlin ilk növbədə Shape Outline-ı da bağlayaq. Buradan nə edə bilərik? Burada bu problemi necə həll edə bilərik? Əməliyyatları ümumiyyətlə ləğv edək, əvvəlki vəziyyətə qaytaraq. Bir dənə də əməliyyatı ləğv edək. Baxın, görürsünüz, bizdə bu hissələr dəyirmidir. Əslinə qalsa çox dərinə getməyə də ehtiyac yoxdur. Yəni,
fiqur da əlavə eləmək olar. Yəni o hissəni bağlamaq mümkündür normalda. Yəni buradan buraya doğru çəkib, yəni fırladaraq, yəni o hissəni itirmək də mümkündür. Yəni belə baxanda bu formada da həll eləmək olar. Yəni əlavə fayda üçün dedim. Əslində qalsa belə də saxlaya bilərik ki, yəni dəyirmi olması da maraqlıdır. Düzdür, bizdə şəkildə düz formadadır. Əslində qalsa belə daha maraqlı olar. Yəni bir qədər şəkildən fərqli edək. Bir qədər bunu böyüdək və burada da ulduzları da qoymaq lazımdır. Deməli, ulduz obyektlərini seçək. Deməli, ulduz fiqurunu seçək və Shift düyməsi ilə birgə edək ki, eyni ölçüdə olsun. Və bunları da buraya doğru gətirək və birini döndərək. İndi mən bu rəngləri tətbiq etməyəcəm, çünki digər obyektlərdə rəngləri tətbiq etmişəm, artıq bunun yolunu bilirsiniz. Yəni, Ctrl-Shift-i basaraq digər ulduzları da yerləşdirə bilərsiniz. Yəni, artıq rəng verib videonun vaxtını böyütmək istəmirəm. Həmçinin bunları, belə deyək də, aşağı hissələrdə də ulduzları tətbiq edə bilərsiniz. Burada fikir versiniz, buradakı ulduzlar yəni fırlanmış formadadır, amma burada düz formadadır. Ona görə məsələn Shapes-ə daxil olub ulduzu Shift düyməsi birgə çəkirik ki, bərabər proporsional olsun və daha sonra düzgün ölçünü verib üzr istəyirəm, deməli düzgün ölçünü verib Ctrl-Shift-lə bunların nüsxələrini artırıb digər belə deyək, topların üzərinə də qoya bilərsiniz. Yəni, ya da ki, seçib Ctrl-C, Ctrl-V etməklə də edə bilərsiniz bunu. Ya da ki, Ctrl-Shift, mouse'un sol düyməsi ilə də çəkib edə bilərsiniz. Yəni, bu sizə qalmış. Yəni, indi mən tam dəqiqliklə etmirəm. Yəni, burada bir qədər kiçikdir. Yəni, bu formada həyata keçirə bilərsiniz. Yəni, rəngləri də etmirəm ki, artıq aydındır sizə. Belə. Videonu bəyəndinizsə like etməyi və kanala abunə olmağı unutmayın. Dostlarınızla da paylaşın ki, onlar da bizim video dərslərdən faydalana bilsinlər. Hələlik sağ olun.